Amonçulara və digər hərbi siyasi məhbuslar barədə çıxış üçün söz İsa Sadıqova verilir. İsa bəy. Çox sağ olun. İlk növbədə 1900 səs gəlirmi? Səs də gəlir, kamerada açıqdır, çox sağ olun. Buyurun. İlk növbədə 1995-ci ilin mart hadisələrində həlak olanların xatirəsini yad edərək ailələrinə başsağlığı verirəm. Martın 12-15-i Qərb bölgəsində Amona qarşı hərbi əməliyyat planlaşdırılmışdı. Qazax Amonuna qarşı hərbi əməliyyat icra etmək Heydər Əliyev tərəfindən mənə tapşırıldı. Əməliyyat nəticəsində baş verə biləcək faciələrin qarşısını ala bildik. Qazax Amonçuları toplaşdığım Cavanşir restoranını mənəsiz tərk etdilər. Ölkəni tərk etməyə nail oldular. Qazaxda planlaşdırılan qanlı hərbi əməliyyat baş tutmadığından hakimiyyət bu planın davamını Bakıda təşkil etdi. Martın 16-sından 17-sinə keçən gecə şəxsən Heydər Əliyev tərəfindən Amonçulara verilən vədlərə baxmayaraq 8-ci kilometrdəki Amon qərargahının milli ordu hissələri mühasirəyə alaraq gülləborana tutuldu. Amonçular təslim olmaq qərarı verərək ağ bayraq qaldırdılar. Lakin hakimiyyət bunu görməməzliyə vuraraq ateşi israrla davam etdirdi. Çoxlu sayda ölənlər, yaralananlar oldu. Ateş altında olan qərargahı tərk etməyə çalışan Daxili İşlər Nazirinin müavini Rovşan Cavadov heç bir səbəb və əsas olmadan qıçından vuruldu və qanaxma nəticəsində həyatını itirdi. Yüzlərlə günahsız Amonçular və Amona aidiyyəti olmayan şəxslər həbs olunaraq uzun müddətli, hətta ömürlük həbs cəzasına məhkum etdilər. Bu günə qədər onlardan 3 nəfər, yəni Elkin Əməraslanov, Safa Paladov və Arif Kazımov bugünkü günə qədər həbsdədirlər. Yəni 96-cı ildən bəri onlar ömürlük həbsdədirlər. Biz onların təcili reabilitasiya edilməsini və hakimiyyət tərəfindən ailələrinə lazımi kompensasiyaları ödəməsini tələb etməliyik. Bu qədər. Çox sağ olun. Teşekkürler İsa bəy, qısa və dolğun çıxışınıza görə.